O vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Qlobal İnfoaz xəbər verir ki, bunu mayın 10-da Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə deyib. Prezident bildirib ki, Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Stat. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyllərə son qoyuldu. Vətəndaş müharibəsinə son qoyuldu. Hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu. Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və 1-ci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir onu bilmirdilər. Hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Şuşa əldən gedərsə, başıma güllə çaxaram deyən o namərd, xain bugün də orada-burada sülənir. Amma o vaxt dərdimiz onda idi ki, onun kimi adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişdilər. Heç bir biliyi, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar 1-ci, 2-ci, 3-cü, 4-cü şəxs təyin olunmuşdular. Ordumuz faktiki olaraq quldurların əlində idi. Statın sonu. Qeyd edək ki, Şuşa əldən gedərsə, başıma güllə çaxaram fikrinin sabiq Müdafiə naziri Rəhim Qazıyeva məxsus olduğu bildirilir. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.